Seksual qısnama nədir? Kimlər seksual qısnamaya məruz qala bilər? Gender bərabərliyinin təminatları haqqında qanunun 2-ci maddəsinə əsasən seksual qısnama, əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə, ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranışdır. Yəni qanunvericilikdən belə başa düşmək olur ki, seksual qısnama əmək şəraitində baş verir. İnzibati Xətalar Məcəlləsinin 205-ci maddəsi də bu fikri dəstəkləyir. Belə ki, həmin maddəyə əsasən seksual qısnamaya görə işə götürəndən və ya rəhbərindən şikayət etmiş işçiyə təzyiq göstərilməsinə və ya işçinin təqib olunmasına görə vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilirlər. Yaxşı, eyni hərəkətlər universitetdə müəllim tərəfindən tələbəyə qarşı edilsə, necə olacaq? Faktiki seksual qısnamadır, lakin qanunvericiliyə baxanda müəllim və tələbə arasında əmək münasibətləri mövcud deyil. Belə çıxır ki, qanunvericilikdə problem var. Sizcə bu qanunvericilikdə boşluqdur, yoxsa sadəcə lingvistik dilçiliklə bağlı qüsur?